bir neçə 100 il bundan əvvəl bizim kəndimizdə babam torpaq işləri görən zaman təsadüfən belə deyir ki, görür ki, belə bir şey var və bunu torpaqdan qaldırır, görür ki, nəsə bu qeyri-adi bir şeydir və bunu oradakı adamlar ki, bunu məsləhət bilir, bunu saxlayır özündə. O da saxlayır. Beləliklə, təsadüf nəticəsində üzə çıxan tapıntı nəsildən nəsilə keçərək günümüzə dək gəlib çatıb. Qoruduqları əşyanın Səfəvi ordusunun döyüş bayrağının başlığı olduğunu uzun illər kimsə bilmir. Ta ki, Yunus Qulamov araşdırma aparana qədər bu sir qalır. Birinci dəfə bana bir miniatür kitabında rast gəldi. Yəni bizim Azərbaycan miniatürlər kitabı var. Təsadüfən onun varaqlarında gördüm ki, orada onu yəni Təhmasibin sarayında çəkilmiş illüstrasiyalarda həmin burada həmin o bayraq başlığı illüstrasiyalar var və bir neçə dəfə bir neçə illüstrasiya buna rast gəldim. Burada 48-49 sayfalarda var o. Bir də 22-ci sayfada illüstrasiya kitabında rast gəlmək olurlar. Ardından Ərdəbildə Şeyx Səfi məqbərəsini ziyarət edərkən tapıntının daha böyük formasının orada qorunduğunu görür. Bununla da təsdiqlənir ki, ulu babasının tapdığı əşya həqiqətən Səfəvi ordusuna məxsusdur. Tarixi atribut mislə gümüşün qarışığından alınan metaldan hazırlanıb. Simur quşu təsvirinin olduğu, döyüş bayrağının başlığının üzərində həm İslam, həm də ateşpərəstlik elementləri var. Bayraq başlığına baxanda biz görürük ki, elə ki, müasir Bakıda tikilən alov güllələrinin elə bil ki, burada eyni forması var. Alov dilimləri. Alov dilimlərinə oxşayır. Bir də bunun üzərində var, o dövr üçün o çağırvaqlar ilə 4 ünsür. Torpaq, hava, su, bugün də bir çərşənbədə qeyd edirik bunu. Həm də Şeyx Səfi butaları var bunun üzərində. Bugün də dünyada Şeyx Səfi butaları ilə Şeyx Səfi xalçaları fərqlənir. Bütün dünyada xalçalar da onunla fərqlənir. Burada da görürüz ki, bir də bunu sübut edir ki, bu həmin dövrə aiddir. Çünki müsahibimiz tarixi mənbələrə əsasən deyir ki, Şiyəkəran kəndinin yerləşdiyi ərazilər vaxtilə Pütəsər, yəni Qızılbaşlar mahalı adlanıb. Rəvayətə görə Şah İsmayıl Xətai zaman-zaman buralarda düşərgə salıb ulu babası Şeyx Zahid Gilanini ziyarətə gedərmiş. Döyüş bayrağının başlığının da məhz bu torpaqlarda tapılması təsadüfi sayılmır. Günel Habil qızı, Azad İbrahimov, Nicat Nağzadə, Orxan Cahangir, ASTV xəbər.